Be, necə də gözəlliyi var. Hey, hara çıxıb getmək istəyirsiniz? Məyər mənim pulumu vermək fikriniz yoxdur? Axı biz heç də yeməmişik ki, onun pulunu da verək. Bayaqdan mənim kebablarımın iyindən istifadə edirsiniz. Məyər bu heç nədir? Tez olun, mənim pulumu verin, tez olun! Ha? Axı nə olub? Niyə qışqırırsan ay kişi? Məyər görmürsən? Mənim kebablarımın iyindən istifadə edirlər, ancaq onun pulunu vermək istəmirlər. Axı ay insafsız, kim indiyə kimi kebabı iyləməyə görə cəmaatdan pul alıb? Belə gözəl kebabı iyi, mənim pulumla hər şeyə gəlib. Əgər mən ət, kömür almasaydım, kebab bişirməsəydim, belə bir kebab iyi hər şeyə gələrdi. Ay kişi, insafsızlıq eləmə. Biz bu şəhərdə yad adamıq, bizi incitmə. Mən pulumu istəyirəm. Pulumu da sizdən alacağam. Ağsaqqal, sən çıx get. Bu tamahkar kişinin dediklərinə fikir vermə. Onu sakitləşdirəcəm. Məni nə hesab edirsən? Qaziyə səndən şikayət edəcəm. Pulumu da səndən alacağım. Bəhlul nə qədər çalışsa da, kebabçı qoca kişi və onun nəvəsindən əl çəkmədi. Nəhayət kebabçı onlardan şikayət eləmək üçün qazinin yanına getdi. Sakit olun, sakit olun. Məhkəmənin hörmətini saxlayın, sakit olun. Cənab qazi, axı biz sakit durmuşuq. Bəhlul, sən yenə də gəlib bura çıxmısan? İndi nə baş verib ki, sən yenə də durub bura gəlmisən, hə? Cənab qazi, bilirsiniz... Cənab qazi, icazə verin, mən məsələnin əsli barədə sizə məlumat verim. Şikayətçi tərəf mənəm. Bu qoca kişi və onun nəvəsindən şikayətçiyəm. Yaxşı, danış görüm, sən nəyə görə onlardan şikayətçisən, ay kişi? Cənab qazi, bu kişinin nəvəsi mənim kebablarımın iyindən istifadə edib. Ancaq indi onlar mənim kebablarımın iyinin pulunu vermək istəmirlər. Mənim haqqımı yemək istəyirlər. Cənab qazi, axı biz heç də yeməmişik. Nəvəm hələ də azdır. Sakit olun, sakit olun. Mən bu barədə yaxşı-yaxşı düşünüb sonra bir qərar verməliyəm. Cənab qazi, məncə bu kişi ilə onun nəvəsi kebabçının kebablarının iyindən istifadə elədiklərinə görə onun pulunu verməlidirlər. Axı cənab qazi, biz heç... Məyər eşitmədiniz? Dedim ki, sakit olun, mən düşünməliyəm. Gözləməliyik ki, qazi fikirləşir, öz qərarını versin. Yaxşı, mən yaxşı düşündüm. Mənim fikrimə görə qoca kişi kebabın iyinin pulunu mütləq kebabçıya verməlidir. Bu insafsızlıqdır. Bu çox yaxşı oldu. Müftə yerə pul qazanacağam. Cənab qazi, mənim bir sualım var. Kebabın iyinin pulunu necə hesablamaq olar? Axı bu qeyri-mümkündür. Etirazını qəbul edirəm. Bu barədə biraz da düşünməliyəm. Tez olun, mənim pulumu verin. Mən pulumu istəyirəm, pulumu istəyirəm. Mənim pulum yoxdur, axı sənə verim. Mən çox kasıb bir adamam. Dayanın, səbr eləyin. Əgər cənab qazi icazə versə deyəcəm. Mən bilirəm necə hesablamaq lazımdır.